Xoş gördük hər birinizi. Yenə sizin görüşünüzə gəlmişik. İnşallah ki, yenə sizə bir faydamız dəyər. Sual belədir ki, dərini cavan və parlaq saxlamaq üçün nə etmək lazımdır? Düzdür, yaşla bağlı get-gedə üzdə dərinin parlaqlığı itir, cavanlıq itir, amma heç də həmişə belə deyil. Çox zaman üzə düzgün olmayan qulluq və yaxud da heç qulluğun edilməməsinə yarana bilər. Üzə qulluq deyəndə heç də hər şey üzə istifadə eləmək qulluq demək deyildir. Oy! Ağzı uşaq toxun niyə yaxırsan sıfatına? Nə etmək lazımdır? Mən sizə məsləhətimi verəcəm. 3 dəqiqə, gün ərzində 3 dəqiqə bunu eləsəz, fərqi görəcəksiniz. Çox demirəm, 21 gün ərzində dəyişikliyi görəcəksiniz. Birinci növbədə üzü təmizləmək. Necə təmizləmək? Sabunla yox. Bəzən deyirlər ki, o təmizləyici vasitələr artıq puldur, ehtiyac yoxdur, sabun bəs eləyir, yox. Sabunsuz üzlər üçün təmizləyici vasitələr var. Səhər axşam onunla təmizləyəcəksiniz. Çünki üzdə olan kir və ən əsas da makiyaj vasitələri üzün dərisini çökür, məsamələri korlayır, nəfəs almanı azaldır, dərinin nəfəs alması və vaxtından qabaq qocalmağa gətirib çıxarda bilir. Məsələn, bəzən toya gedir xanımlar, makiyajla gəlir, gec gəlir toydan, yorğun olur, yatıb sabah eləyərəm, yox. Bax, bu artıq dərinin vaxtından qabaq qocalmasına səbəb ola bilər. İkinci, dərinin nəmləndirilməsi. Bəzən deyirlər, üzüm yağlıdır, nəmləndirməyə gərək yoxdur. Yox, bu yanlışdır. Yağlı dəri ilə sulluq başqa bir şeydir. Öz üz dərisinə uyğun hər kəs quru dəri üçün birinci nəmləndirici, yağlı dəri üçün, o tip dəri üçün nəmləndirici istifadə etməlidir. Və üçüncü də artıq yazdır, yaydı, gəlibdir. Günəşin zərərli şüaları dərimizi həddən tez qocaldır, yandırır, dərinin keyfiyyətini öldürür. Ona görə günəş qoruyuculardan vaxtdaşırı mütəmadi, yəni 2 saatdan bir bütün gün boyu günəşli havada istifadə etmək lazımdır. Həmişə gözəl olun, həmişə diqqətli olun.